Salam əziz abituriyentlər. Bugün sizlərlə növbəti bloka dəstək məqsədilə çəkdiyim videolardan birini təqdim edəcəm. Bu videomuz coğrafiya 1-ci hissə DİM test toplusundan Azərbaycan geoloji quruluşu və mineral ehtiyatları bölməsinə aid sualların izahını sizdən bölüşəcəm. 33-cü sualdan 39-cu suala kimi. Bu sualların da blok imtahanında düşmə ehtimalı daha çoxdur. Sualların izahını dinləmək sizə faydalı olacaqdır. Əgər video xoşunuza gəlsə, kanala abunə olmağı, bəyənməyi, rəy yazmağı unutmayın. Suallarımıza keçək. 33-cü sualda deyilir, təbii ehtiyatlar, yataqlar və inzibati rayonlar. Bu şərti işarəyə baxsaq, bu Civə təbii ehtiyatının şərti işarəsidir. Laçında yerləşən Civə təbii ehtiyatının yerləşdiyi yataq isə Gilgəsçay Narcanlıdır. Bu iki variant arasında qalacaq. Digər variantlar avtomatik silinir. İkincisinə baxırıq, ikinci təbii ehtiyat, ikinci işarəyə baxırıq. Göydərə yatağı Kəlbəcərdən. Bu Göydərə xromit yatağıdır. Kəlbəcərdə yerləşdiyindən xromitə də uyğun gələn bu işarə olacaqdır. Düzgün cavab variantımız elə C variantıdır. Növ axırıncısını da oxuyaq. Bu işarə isə molibden işarəsidir. Molibden Diyaqçay Ordubad rayonunda yerləşir. Düzgün cavab variantımız C variantıdır. 34-cü suala keçək. Eyler-Venn diaqramının yoğunluğu müəyyən edin. Burada biz dəmir filizi və bentonit kilinin özünə məxsus xüsusiyyətini və bundan ortaq xüsusiyyətini tapacaq. Ortaq xüsusiyyətlərlə bağlı bir test tapışını həll edəcəyik. Aşağıda verilənləri oxuyaq. Maqmatik süxurların geniş yayıldığı ərazidə formalaşır. Maqmatik süxurların geniş yayıldığı ərazilərdə formalaşan dəmir filizidir. Qara metallurgiya sənayesində istifadə olunur. Qara metallurgiya sənayesində istifadə olunur. Hər ikisi də qara metallurgiya sənayesində istifadə olunur. Dəmir filizi də, bentonit kilidi də. Oda davamlı metal tökmə qəliblərinin hazırlanmasında istifadə olunur. Bu bentonit kilinə aid xüsusiyyətdir. Yəni oda davamlı metal tökmə qəliblərinin hazırlanmasında bentonit kilinin əhəmiyyəti çoxdur. Çünki istiyə daha çox dözümlüdür. Daşkəsən filiz saflaşdırma zavodunu xam malla təmin edir. Bu da dördüncü variant, yəni bu da dəmir filizinə aid olan xüsusiyyətdir. Bu xammal ehtiyatı Respublikamızın Qəbr rayonlarına cəmləşmişdir. Bu hər iki xammal ehtiyatı dəmir filizi Daşkəsəndə, bentonit kili isə Qazaxda. Bu hər ikisi də Qəbr rayonlarımıza aiddir və Qazax rayonunun Daşsalahlı yatağında hasil olunur. Qazax rayonu Daşsalahlı yatağında hasil olunan təbii ehtiyat isə bentonit kilidir. Düzgün cavab variantımız 1-də 1-4, 2-də 3-6, 3-də isə 2-5. B variantı olacaqdır. 35-ci suala keçək. Qaz yataqları və quruda dənizdə. Bu sualda uşaqların mineral ehtiyatları bölməsində verilən yataqlar və onların yerləşməsi, harda, hansı ərazidə, Azərbaycanın hansı əraziləri, hansı mineral ehtiyatlarının yerləşməsinə aid olduğundan əzbər bilməli olduğu məqamdır. Qazın şərti işarəsini çəkək. Qazın şərti işarəsi uzunsov formalı, üst bucağa uyğun gəlir. Sadəcə içi boşdur. Quruda yerləşən qaz yataqları Qaradağ, Qobustan, Gürcən, Zirə 1-ə aid olur. 1 A, D. Dənizdə yerləşən qaz yataqları isə Ümid və Şahdəniz. B, C. 1 A, D, 2 B, C. Düzgün cavab variantımız Y variantı. 36-cı suala keçək. Neft yataqları Mezozoy və Kainozoy yaşlı. Mezozoy yaşlı yeni neft yataqlarına, bu da şagirdlərin əzbər bilməli olduğu məqamlardan, suallardan biri daha doğrusu, Muradxanlı və Mollakənd yataqları aiddir. Mollakənd yerləşir İmişlidə. Muradxanlı isə yerləşir Kürdəmirdə. Kainozoy yaşlı yataqları isə Pirallahı və Bibeybətdə yerləşir. Birinci Mezozoy yaşlıya B, D. İkincisinə isə A, C uyğun gəlir. B, D və A, C. Düzgün cavab variantımız B variantı. 37-ci suala baxaq. Mineral bulaqlar və onların yerləşdiyi rayonları tapacaq. Bədo yatağı, mineral bulağı daha doğrusu İsmayıllı rayonunda yerləşir. Düzgün cavab variantımız C variantıdır. Turşsu yatağı Şuşada yerləşir. Bu da doğrudur və Xaltan yatağı isə Qubada yerləşir. Qubada yerləşən digər
Mineral su yatağı, Cimi Xaltan Xaşı. Növbəti suala keçək. 38-ci sual. Mineral bulaqlar və onların verilib, yəni buna aid əvvəlki sualımıza aiddir. Onunla oxşarlıq təşkil edir və onların yerləşdiyi rayonlar. Minkənd yatağı. Minkənd Laçın rayonunda yerləşir. Burada da elə ilk növbədə birinci uyğun gələn D variantıdır. O birislərinin doğruluğunu yoxlayaq. Qalaltı Şabranda yerləşir, doğrudur. Və Şırlan yatağı isə Şuşada yerləşir. Tursu Şırlan Şuşada yerləşir. Mineral bulağı da Şuşada yerləşir. Bu da doğrudur. Düzgün cavab variantımız D. Badamlı və Minkənd mineral bulaqlarının yerləşdiyi tektonik zona. Badamlı Naxçıvanda yerləşdiyindən, Minkənd Laçında yerləşdiyindən bu ərazilər də Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Yəni Kiçik Qafqaz tektonik qalxmasına şagirdlər də bilər ki, yəni Kiçik Qafqaz ərazisi, Talış dağları, Naxçıvan dağları, Naxçıvanın düzənlik hissəsinə doğru, yəni Orta Araz Cavan platformasına sərhədinə kimi olan ərazilər daxildir və buna da uyğun gələn variant E variantı olacaqdır. Sualların izahını dinlədiyiniz üçün sağ olun. Əgər sizə faydalıdırsa, kanala abunə olmağı, bəyənməyi unutmayın və videonu da paylaşın ki, digər abituriyentlər də və yaxud da sertifikasiya hazırlaşan müəllimlər də bu videodan faydalansın. Hər birinizə blok imtahanlarında uğurlar.